Uçtu bayağı. Salam, hörmətli tədbir iştirakçıları, xoş gördük hər birinizi. Bugün Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə ə, söz sənətinin beynəlxalq onlayn konfrans təşkil olunubdur. Və bugün tədbirimizdə çox dəyərli məruzəçilərimiz iştirak edir. Mən vaxtdan onu təqdim etmək istəyirəm. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmişisi, Özbəkistan Asiya Texnologiyalar Universitetinin Beynəlxalq Əlaqələr üzrə müşaviri, Filologiya üzrə fəlsəfə doktoru, hörmətli Aytən xanım Qurbanova. Aytən xanım, buyurun. Salam bir daha hər birinizi salamlayıram. Xoş Evet. gördük. Növbəti Türk dünyasının belə deyək də birləşdiyi bir platformada, bir onlayn görüşdə. Bugün Türk dünyasının iki qüdrətli sənətkarından söhbət olacaq, ondan danışacağıq. Nizami və Şir Nəvai zirvələri. Ancaq ondan öncə qeyd eləmək istəyirəm ki, Türk dünyası tarixən birləşib, belə deyək də, ən çox birləşdiyi o əsas məsələlərdən biri məhz ədəbiyyat, bədii ədəbiyyat olub. Hansı ki, Türk dünyasının ortaq istəyir mədəniyyəti, istəyir etnik kodlar, istəyir tarix, istəyir eyni belə deyək də uzun şərqi qərblə birləşdirən İpək yolu üzərində yerləşməsinə baxmayaraq, ən güclü mən deyərdim ki, birləşmə nöqtəsi məhz ədəbiyyat olub ki, bunun tarixi çox daha qədimlərə dayanır. Hansı ki, bizim istəyir şifahi xalq ədəbiyyatında, istəyir folklorda, mifologiyada biz bu izləri görməkdəyik. Məhz Nizami və Əlişir Nəvai zirvələri isə bir daha onu göstərir ki, Türk dünyasının həmin o ortaq kodları deyək, etnik dəyərləri deyək, bunlar hər iki sənətkarın yaradıcılığında birləşir, toqquşma nöqtəsidir. Nizami Gəncəvinin haqqında ümumiyyətlə nizamşünaslar kifayət qədər onun tədqiqatını ediblər və mən həmişə bunu demişəm ki, Nizami Gəncəvi yaradıcılığı haqqında Nizami hələ əsrlər öncə Farsın dilində türkün tarixini yaradan bir sənətkar olub, bir şair olub. Əlişir Nəvai isə yəni Nizaminin qüdrətinin belə deyək də o fövqündə olaraq Nizaminin qüdrətini qəbul edərək onu özünə ustad seçmiş bir ikinci bir dahi Türk şairidir. Və bu yaxınlarda Özbəkistanla bizim bir ortaq layihəmiz var idi. Orada Özbəkistanlı professorlar özləri bunu qeyd elədilər ki, Əlişir Nəvaini ümumiyyətlə Özbək tədqiqatçıları Nizami Gəncəvi ilə pəncə-pəncəyə vuran bir sənətkar kimi dəyərləndirirlər. Yəni onlar Nizami sözünün qüdrətini belə deyək də Nəvai sözündə hiss edirlər. Nəvainin yaradıcılığında kifayət qədər hiss edir və deyir ki, o dövrdə hələ heç kim Nizami Gəncəvi ilə pəncə-pəncəyə vuraraq bədii əsər yarada bilməzdi ki, Əlişir Nəvai onu yaratdı. Xəmsəni ilk dəfə belə deyək də Türk dilində yazılı yaratdı. Və bir məsələyə də diqqət çəkmək istəyirəm. Elə bu yaxın zamanlarda yenə Nizami Gəncəviyə həsr olunmuş bizim bir televiziya verilişimiz var. Allah qorusun ki, həftənin sonunda onu bizim görkəmli nizamşünaslardan biri ilə vurgulayacağım ki, Nizami Gəncəvinin Azərbaycan üçün daha hayır bir demək mənə elə gəlir ki, biraz onu şairidir, daha şairidir. Nizami yaradıcılığında o şeirlərin yazmaq məsələsi bu sahədir. Bu ola bilər ki, məsələn, mövzu baxımından eyni mövzu həm Nizaminin yaradıcılığında, həm tutaq ki, belə deyək, Nobel türklərində və ya digər türk ədəbiyyatlarında mövcud olsun. Amma onu da qeyd edeyim ki, Başqırtıstanda hal-hazırda şəhərin mərkəzində belə bir abidə var ki, abidənin adı Yeddi Gözəl adlanır və abidə qədim belə deyək, Başqırt rəvayətlərindən ilhamlanaraq
deməli yaradılmış bir abidədir ki, yəni 7 gözəl motivini, 7 gözəl motivi ümumiyyətlə bizdə folklorda mövcud olub və bunun da Nizami yaradıcılığı ilə səsləşməsi artıq nəzər salsaq ki, həmin Başqırd ədəbiyyatında folklor xüsusilə həmin o rəvayətlər 12-ci, 13-cü əsrlərdə formalaşıb və yayılıb onu nəzərə alsaq, demək olar ki, bəlkə də Nizaminin yaradıcılığından müəyyən təsirlər orada özünü göstərməkdədir. Yəni Nizami və Əlişir Nəvai xətti isə bu belə deyək də o iki türk şeirinin liderinin ümumi bir mənzərəsidir. Yəni türk şeirinin liderlərinin bir necə deyim, əlaqəsidir, bədii əlaqəsi deyək. Ümumiyyətlə bu mövzudur ki, Vəfa xanım, çoxdan sonra da çıxışçılarımız hamısı əminəm ki, bu mövzuda gözəl və peşəkar nitq söyləyəcəklər. Amma mən bir də bunu qeyd etmək istəyirəm ki, məhz bu cür əlaqələrin qurulması, mən proqrama baxdım, bizim qardaş ölkədən də və qonaqlar var, hansı ki, bu cür əlaqələrin qurulması həqiqətən də bugünkü gün Türk dünyası üçün çox mühümdür, çox vacib bir addımdır. Çünki biz bir-birimizi o məkan baxımından bilirik də ki, bu normal bir haldır. Mən bu keçən dəfə də qeyd eləmişdim. Hər ilmi, müəyyən tez-tez müddətdə biz gedib hansısa bir Türk dövlətində, Türk xalqlarında öz fikirlərimizi bölüşə bilmirik. Bugünkü gün bu texnikanın bizə verdiyi bu şərait, verdiyi imkan onu belə deyək də bizdən tələb edir ki, biz artıq belə görüşlər keçirək. Və mən istərdim ki, bugünkü tədbirdə, belə deyək, onlayn görüşümüzdə digər Türk xalqlarından da müəyyən nümayəndələr olsa çox gözəl olar və növbəti inşallah ki, hər halda layihələrdə mütləq şəkildə digər Türk xalqlarından da qonaqları dəvət edək. Çünki Nizami və Əlişir Nəvai elə bir şairdir ki, onların necə deyim sizə, yalnız biz öz aramızda müzakirə edib tanıya bilmərik. Onu bütün Türk dünyası, eləcə də bütün dünya xalqları tanımalıdır, bilməlidir. Bir də onu qeyd edeyim, bir təəssüflə qeyd edirəm ki, bir neçə il öncə mənim Başqırtıstan ədəbiyyatı ilə bağlı bir məqalə hazırladım və orada Nizaminin fars şairi kimi belə deyək də adlandırılması həqiqətən çox mənim təəssüf doğurucu bir məqam oldu mənim üçün. Onun haqqında bir məqalə də yazdım mən, çapda olundu. İnşallah ki, ümid edirəm tez bir zamanda belə deyək, yenidən məhz Nizami ilə bağlı belə bir görüşək və mən çalışacağam ki, orada məhz Başqırdistandan da əslində mən təklif elədim. Bizdə bizim professorumuz var Başqırdistanda, Gülfirə xanım Qarayeva. O sadəcə vaxt uyğunlaşması olmadı. İyun ayında dedi bizdə bilmirəm imtahanlarla bağlı gərginlik var. Ona görə qoşula bilmədi. Dedi gələ bilməyəcəm, amma müəyyən bir mən çalışaram ki, bir dəfəki görüşlərimizdə onu da dəvət edək və onun da fikirlərini alaq bununla bağlı. Fikrimi ümumiləşdirərək bugünkü gün o coşan Türk mədəniyyətinin, coşan o Türk soylu xalqlar arasında coşan o əlaqələrin bir sömürə elədiyimiz üçün bir daha sizə təşəkkür edirəm və xanım rəhbərliyinizə təşəkkür edirəm. Gözəl layihədir. İnşallah davamlı olsun layihələriniz, uğurlar arzu edirəm sizə. Çox sağ olun Ayten xanım. Biz sizə təşəkkür edirik. Hər zamanki kimi çox dolğun, ətraflı məruzələr etdik. Biz sizinlə onlayn konferanslarda görüşməyə artıq bir ənənə halına gətirmişik. Həqiqətən də düz buyurdunuz. Yəni müxtəlif türk dilli ölkələrdə deməli bir çox nümayəndələrin bir yerə toplanması onlayn konferanslar vasitəsilə bu çox təqdirə layiq bir işdir. Amma etiraf etmək lazımdır ki, bizim də bax burada yeganə çətinliyimiz əlbəttə ki, yalnız dil məsələsidir. Yəni ortaq dil, ortaq əlifba məsələsi ki, bununla bağlı bir çözüm olsa çox gözəl olar. Çox sağ olun. Vəfa xanım, bu fikrinizə bir aydınlıq üzr istəyirəm, gətirmək istəyirdim. Mən özüm bayaq da qeyd elədiyiniz kimi Özbəkistandakı universitetlərdən birinin beynəlxalq əlaqələr üzrə müşaviriyəm. Onlar xalqlara əlaqələr boyunca deyirlər buna.
Və Özbəkistanda olanda da onlar da gəldilər, bizdə burada oldular və mütəmadi ünsiyyətdir. Onlar özləri də bunu etiraf edirlər ki, birinci, ikinci, üçüncü gün biraz çətinlik olur. Birinci, ikinci dəfə çətinlik olacaq təbii ki, amma yəni bizdə belə deyək də türkmən dilidir, Türkiyə türkçəsidir. Bunlar kifayət qədər anlaşılır. Qaqavuz türkçəsidir. Bunlar anlaşılır. Biraz bizim çətinliyimiz Özbəkistanla və Qazaxıstanla, Qırğızstanda da müəyyən detallar var ki, onlar da tam aydın olur. Bunlar da biraz, o da qıpçaq türklər olduqlarına görə çoxları, ona görə nitqdə biraz fərqlilik var. Amma mən əminəm ki, biz bunun adət halına gətirsək, ola bilər birinci dəfə başa düşməyək. Mən bunu orada da qeyd elədim. Ola bilər ikinci dəfə başa düşməyək. Amma inandırım sizi, mən orada artıq üçüncü gün olanda onlar mənim danışığımı %70 anlayırdılar. Mən onları %100 anlayırdım. Yəni o dərəcədə rahat idi. Hə. Yəni mənə elə gəlir ki, bu inşallah davamlı belə görüşlərin ona çox müsbət təsiri olacaq dil məsələsində. Qoy biz onların İnşallah. danışdığının 30%-in birinci dəfə başa düşək. Amma nəticədə yekun olaraq Allah qoysa İnşallah buna da 70-80 nail olacaq. olarıq. Çox sağ olun Ayten xanım. Növbəti məruzəşimiz qardaş Özbəkistan Respublikasındandır. Əlişir Navai adına Daşkənd Dövlət Özbək Dil və Ədəbiyyat Universitetinin dosenti, tərcümənin nəzəriyyə və təcrübəsi, ərəb dili üzrə mütəxəssis, PhD Nargiza Daşidova. Buyurun. Nargiza xanım, eşidirsiniz bizi? Ассаламу алейкум. Aleyküm Меня salam. слышно? Меня Да, слышно? да, слышно, да. Вам Уважаемые, слово. добрый день, уважаемые ВФА Ханам, уважаемые участники конференции. Я очень рада и очень довольна присутствием своей на сегодняшней конференции. Я рада приветствовать всех участников и пожелать всего самого хорошего и удачной работы конференции. Если вы разрешите, я хотела бы доложить свой доклад. У меня доклад на русском языке, если всем будет приятно. Я надеюсь, будет очень приятно. Очень весомая и хорошая работа, надеюсь, получилась. Я хотела поделиться ею с вами. Итак, начнем. Моя тема доклада называется «Вопросы семантики арабизма в тюркских языках». Презентация, ее возможно демонстрировать или можно без презентации? Да, сейчас. Ну, я пока начну тогда говорить, ВФА Ханум. Да, продолжайте, Ага. пожалуйста. Чтобы время не терять. Да, Ага, у нас, мы все знаем очень хорошо, что тюркские языки, основа тюркских языков, все тюркские языки очень богаты нашими, то есть заимствованиями из инородных тел, то есть из иноязычных языков. Когда речь идет о заимствованном пласте лексического состава современных тюркских языков, в первую очередь наблюдается широкое распространение арабизмов. Арабизмы в узбекском языке проделали очень долгий исторический путь, начиная с периода заимствования по сегодняшний день. Лексико-семантические изменения в лексическом фонде узбекского языка того периода отразились на семантическом развитии арабизма. Каковы же пути внедрения? Прежде чем тюркские языки готовы были принять арабизмы, поэтому было бы целесообразно рассмотреть сначала пути внедрения, какие причины внедрения, какие же были основные причины для внедрения в узбекский язык иноязычных слов. Первая причина, я думаю, была в том, что полная ассимиляция арабских элементов, то есть элементов арабского языка в узбекский язык. Они настолько влились в фонд узбекского языка, что порой кажутся своими словами. Это была основная причина полной ассимиляции арабизма. Вторая причина – это арабские заимствования, очень схожи с лексемами узбекского языка с точки зрения грамматических, морфологических, семантических особенностей. В узбекском языке наблюдалось семантическое развитие заимствованных слов, в частности, произошли изменения в процессе исторического развития семантики арабских лексем.
Слово, в отличие от лексического значения, выражает иное значение. Это определяется использованием заимствований в узбекском языке, которые объясняются адаптацией к закону внутреннего языкового развития. Например, рассмотрим примеры. К примеру, изменение значения слова «мехнат». «Мехнат» в переводе с арабского языка означает «труд». То есть труд, страдание. А в узбекском языке оно переводится как «брор мақсат учун қаратылган ақли yoki джисмони фаалият, иш, натиджали фаалият», то есть эффективная работа или какая-то цель, направленная на умственное развитие, на умственные продуктивность. Она здесь очень заметна, она поменяла чуть-чуть тисканное значение своего слова. Следующее значение слова «мараз». В арабском языке слово «мараз» переводится как «болезнь». Но в переходе, то есть когда мы приняли эту лексему в узбекский язык, она чуть-чуть расширила свои значения, и наряду с основным значением «болезнью» она то есть она выражает другое иное значение. Мы, например, говорим «мараз» тому человеку, у которого плохое поведение, или про плохое поведение. Это, можно сказать, уже наблюдается во многих тюркских языках тоже. Это означает, что здесь произошли семантические расширения значений. Следующее у нас идет этапы адаптации. Как же данные арабизмы были так хорошо внедрены в узбекский язык? Каковы были основные этапы адаптации? Первый основной этап у нас заключается в том, что все лексические значения, которые подвержены фонетической, семантической, грамматической адаптации, они, когда заимствуются из арабского языка, немного меняет свой фонетический облик в языке реципиенте, которые не свойственны буквам арабского языка. Они могут заменяться буквами узбекского языка. Например, мы можем наблюдать это при произношении. Например, в исконном языке слово книга, вот китаб, у нас в узбекском языке мы говорим китаб, а в арабском языке переводится как китаб. Или айбара переводится с арабского языка, у нас произносится чуть иначе, как ибора, или издафа. Идофа у нас переводится как изофа. И есть слово знаменитое, которое во многих тюркских языках наблюдается, слово имтихан. Имтихан произносится в узбекском языке как имтхан. Здесь мы наблюдаем фонетическое изменение некоторых букв, которые были адаптированы, то есть под наш язык. С семантической точки зрения наблюдается расширение или сужение значений заимствованных слов. К примеру, слово «кятиб», то есть «кятиб» в исконном языке, в арабском языке, он переводится как «пишущий», «писец» или там «писатель», «журналист». А в узбекском языке данное слово переводится как «секретарь». «Секретарь». Поэтому данное слово чуть-чуть расширило свое значение. Также мы можем привести примером слово «мактаб». В арабском языке он переводится как «письменный стол», а в узбекском языке он переводится как «школа», как средняя специализированная школа, которая направлена на передачу знаний людям. Данное слово здесь наблюдается расширение значений. Все эти термины, то есть арабизмы, они были внедрены в тот период, мы сейчас рассмотрим это тоже подробно, но в определенный период у нас была периодом джадидизма. То есть идея джадидизма здесь настал такой период, когда надо было все заимствования извлечь из лексического фонда узбекского языка и эти заимствования заменить своими словами тюркского происхождения. Здесь же наблюдалась очень тщательная очистка слов лексического пласта. Ну, например, вот Эльбек, очень такой продвинутый джадид, он хотел применить альтернативу слова «мактаб», слово «йозок». Предложенный Эльбеком вариант служит в назывании понятия предмета и события, опираясь на национальный колорит. У арабов слово «мактаб», образованное от глагола «кятаба», подразумевает также чтение книг в общеобразовательном учреждении. А Эльбек, используя тюркское слово «йозок» от глагола «йозмок», имел в виду учреждение, где обучают грамотности и развивают письменную речь.
Я порой сейчас вот сказала недавно, что были, присутствовали несколько этапов развития арабизмов, которые в узбекском языке были. Мы можем рассмотреть их в четырех этапах. Первый этап – это развитие до первой половины X до XIX веков, где здесь в этот период рассматривалось бурное распространение арабских слов, которые не только арабских слов, но и грамматических особенностей арабского языка, которые являлись основной позицией с точки зрения того, что мы все знаем из истории, что арабское завоевание в Центральной Азии, да, и все вот это опиралось на исторические события, и это было очень тесно связано с этими моментами. Этот период назывался период первой половины, то есть половины 9 по 19 века. Следующий этап у нас развитие во второй половине веков до 90-х годов 20 века. Здесь активно уже начиналось у нас бурное распространение изменений лексического фонда узбекского языка. Здесь наблюдалось внедрение русского языка и процессы усвоения русско-интернациональных слов. Появилась возможность использовать термины вместо арабских лексических единиц. Третий этап у нас тоже этап для нашего государства, он был основным, развитие периода независимости. Здесь период независимости, развитие арабизмов связан с приданием узбекскому языку статуса государственного языка. В то время был сформирован даже комитет терминологии, он назывался Атамашунаслик комитасы, где наблюдалась стандартизация лексики узбекского языка и сокращение иностранных слов. Были повторно введены несколько устаревших арабских лексических единиц, но так как это наблюдалось не очень активное употребление данных слов, они постепенно архаизировались, то есть были выведены из лексического состава узбекского языка. На сегодняшний день у нас век ускорения развития технологий происходит кардинальное изменение как в сфере образования, так и в ее лексике. Ранее активно используемые термины на сегодняшний день заменяются другими терминами. Это у нас сегодняшний бум наблюдается, всем известно, что развитие высоких технологий, это все связано с иностранными, зарубежными терминами, которые у нас присутствуют каждый день. Например, слово «муаллим» на сегодняшний день он переводится как «устаз». Слово «кялам» переводится как «сос» в узбекском языке. Слово «мактуб» переводится как «хат». Слово «матба» переводится как «матбуат». Слово «куллият» переводится как «факультет» и так далее. Вот такие замены арабских лексем наблюдаются на сегодняшний день у нас в лексическом пласте узбекского языка. Какова же отличительная черта, то есть отличительная характеристика арабских заимствований в узбекском языке? Можно привести несколько вариантов, их очень много, но основные из них являются, мы постарались вывести их на презентацию, здесь основное идет как отличие некоторых букв. Слова, в которых участвуют буквы, например, В, Ф, Х, в примерах вазир, вазифа, вакт, васль, фарх, фазль, фахар, сынф, хосль и другие являются именами, то есть из арабского, заимствованными словами, то есть арабизмами из арабского языка. Второе отличие. Слова, в которых задействован твердый знак, мано, талимат, наара, тана, суни, талим. Это все являются словами из арабского языка. То есть, если вдруг увидели твердый знак, то смело можем судить о том, что это слово заимствовано из арабского языка. Следующей отличительной чертой являются слова, в которых два одинаковых гласных. Например, иншаат, манфаат, таби, шур, тасурат, талукли и так далее. Здесь тоже отличительной чертой является то, что рядом одна после другой идут одинаковые гласные. Четвертая отличительная черта: с различными гласными вместе идут они. Например, саат, маариф, саадат, шаир, шиор, айле, тамель, муаллим и так далее. Здесь тоже они являются именами арабскими.
Следующее слово, слова, имеющие ломанное множественное число. То есть множественное число образуется путем изменения корня слова. Например, холь, ахваль, хабар, ахбар, рух, арвах, хулк, ахлак, шер, ашьяр, хукм, ахкам, алем, уляма. Эти слова тоже являются именами арабского, заимствованными из арабского языка. Предпоследняя причина – понятие категории рода тоже является главной отличительной стороной арабских слов. С добавлением окончания «а» к морфемной основе слова получается новое слово, относящееся к женскому роду. Например, слово «шаир» путем добавления окончания «а» получается «шаира», поэт, поэтесса, муаллим, муаллима, учитель, учительница, катиб, катиба, секретарь или секретарша и так далее. Да? Вот тоже является отличительной чертой того, что данное слово является заимствованием из арабского языка. И последнее у нас однокоренные слова, образующиеся на основе согласных в корне слова. Например, хакам, хукам, хаким, хаким, хукумат, махкам, хакимият, махкум. Другое слово, например, на слове факера, фикрун, тафаккур, мутафаккир. Следующее у нас катаба, китаб, мактаб, ктхона, мактуб. Еще одно слово, например, сынав, тасниф и так далее. Вот это все судит о том, что данные заимствования являются арабизмами. Например, можем на примере рассмотреть один корень слова, например, алима. Алима переводится как обучать, изучать, знания, да, давать. Из данного корня у нас образовалось несколько новых слов. Например, талим, например, муаллим, например, алим, например, талимат и так далее. То есть арабский язык, он очень богат на аффиксацию, да, вот он от корня у него образуется несколько слов. От одного корня наблюдается образование нескольких слов, даже несколько десятков слов от одного корня слова. Анализ мы можем подробно рассмотреть анализ слова джадваль. Джадваль всем нам известный, очень часто употребляемый, то есть периодически употребляемый в сфере образования слово, да? Переводится как документ системы образования в виде таблицы, где указываются предстоящие занятия, место времени, имя лектора, который будет преподавать и так далее. Здесь мы тоже можем подробно, у нас все вот подробно описано в слайде. Здесь идет как основное значение, идет как информация распределена определенным образом на строки, клетки и столбцы расположены в графах. Следующее у нас значение имеется как место и занятий, уроков, работ, мероприятий и другие. Здесь вот примером мы постарались изложить подробно значение данного слова. Основное значение данного слова в арабском языке переводится как поток, ручей, канал. Следующее значение – список, перечень, реестр, расписание, повестка дня, таблица, график, диаграмма. Например, джадваль амаль переводится как расписание, порядок работ. Мы здесь можем наблюдать тот факт, что наряду с основным значением в арабском языке он, внедрившись в узбекский язык, чуть-чуть изменил свое значение. То есть у нас здесь выражается более раскрытое, более такое широкое значение данного слова. Поэтому мы очень часто сталкиваемся со значением данного слова и очень активно используем данное слово, которое заимствовано из арабского языка. Каковы же выводы? Я постаралась очень кратко изложить. Выводы заключаются в том, что арабизмы, хоть и составляют основное количество лексики узбекского языка, они формировались по законам семантического развития и были адаптированы для выражения переносного значения. Поэтому необходимо рассматривать арабизмы как результат семантического развития лексики узбекского языка и адаптированности некоторых семантических значений в узбекском языке. Спасибо за внимание. Будут вопросы, буду рада. Наргиза Ханым, спасибо за содержательный доклад. Благодарю. Пожалуйста. Bizim növbəti məruzəçimiz Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazovadır. Səba xanım, buyurun, eşidirik sizi. Xoş gördük. Təşəkkür edirəm Xoş Rəfə gördük. xanım. Dövlət Tarix Memarlıq Qoruğuna həm sizə və çox maraqlı bir mövzuda, maraqlı bir ortamda bugünkü görüşümüz keçirilir.
Nizami Gəncəvi və Əlişir Nəvai xəmsələri türk bədii fəlsəfi fikir tarixində hansı mövqeyə malikdir? Mən bugünkü məruzəmi və çıxışımı məhz bu əsnada davam etdirmək istəyirəm. Əlişir Nəvai, Heyrətül Əbrar, Fərhad və Şirin, Leyli və Məcnun, Səbi-i Səyyar, Sədd İskəndər əsərlərində dərin ictimai, siyasi, fəlsəfi, əxlaqi görüşlərini əks etdirmişdir və zamanın qabaqcıl ideyalarını ifadə eləməklə xalqının mənəvi qüvvətinin yüksək poetik dillə tərənnümünə nail olmuşdu. Nizami xəmsəsinə türk dilində bənzətmə yazan bəllidir ki, dahi özbək şairi Əlişir Nəvai hər bir poemasının giriş hissəsindən geniş söhbət açmışdı. Əsirlər xəzinəsinə cavab olaraq yazdığı Heyrətül Əbrar poemasında da Nizamini Gəncə günəşi deyə adlandırmışdı. Nizami və Nəvai əlaqələrində mühüm yer tutan əsərlərdən ən önəmlisi Leyli və Məcnun poemasıdır. Burada həm Nəvainin Nizami irsinə sədaqəti, həm də orijinal deyim tərzi yeni keyfiyyətlərlə üzə çıxmış olur. Mahiyyət və ideyada Nəvai Nizami mövqeyində dayansa da, o həmin mövqe və ideyanın güclü ifadəsi üçün özünə məxsus boyalar, cizgilər və detallar tapa bilmişdi. Əlişir Nəvai Özbək xalqının 15-ci əsrdə yetirdiyi qüdrətli söz ustadı idi. O, yaxın şərq xalqları içində sevilən şair, alim, mütəfəkkir şəxsiyyət, bacarıqlı dövlət xadimi kimi bütün həyatını millətinin xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmişdi. Özbək mədəniyyətinin ən mühüm abidələrini, sənət örnəklərini yaratmış ustad sənətkar bütün imkanlarını səfərbər edərək xalqının mənafeyi və mədəniyyətinin tərəqqisi naminə səylə çalışmışdır. Zəngin ədəbi irsə malik olan Nəvai gəlirini tamamən elm və mədəniyyətin inkişafına, məktəb tikintisinə sərf etmişdi. O, xeyirxah tövsiyələri ilə ölkəsinin siyasi qüdrətini möhkəmlətməyə çalışmış, əzmindən dönməyib, yüksək vətənpərvərliklə Özbək ədəbi dilinin təkmilləşdirilməsi uğrunda xüsusi ciddiyyətlə mübarizə aparmışdır. Nəvai Xəzanül Məani adlandırdığı Özbək dilində yaratdığı 4 divan ümumən türk xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərmişdi və heç də təsadüfi deyil ki, şair özünün sənətkarlıq qüdrətini məhz elə bu misralarında sərgiləmişdi. Deyirdi ki, istərsə ola bir, istərsə min bir, bütün türk elləri ancaq mənimdir. Xətadan başlayıb Xorasana dək, ellər fərmanımla ömür sürəcək. Şiraz da, Təbriz də mənim yerimdir, orada şöhrətlənən söz səngərimdir. Hansı bir diyara fərman apardım, onu almaq üçün divan apardım. Nəvainin farsça yaratdığı qəzəlləri isə Divani Fani adlı əsərlərində topluda yer almışdı və Nəvai Məhbubil Qülub əsəri ilə Özbək bədii nəsrinin ilk nümunəsini yaratmışdı. O, Məcalisun Nəfais adlı təzkirəsində də elə öz dövrünün söz sənətkarları haqqında dəyərli məlumatlara yer ayırmışdı və bununla yanaşı xəmsə müəllifləri sırasında dahi şairin öz demək olar ki, qüvvətli imzası, ədəbi imzası və mövqeyi yeri olmuşdu. Cəmiyyət hadisələrinə fəal münasibəti baxımından qüdrətli Sələfi Nizami ilə Nəvai arasında təbiidir ki, müəyyən fərqlər özünü büruzə verir. Belə ki, Nəvai hökmdar və xalq, zülm və ədalət məsələlərinə Nizami ilə müqayisədə daha az diqqət yetirmişdi. Buna rəğmən, həmin məsələlərdə çox vaxt o da məhz elə Nizami mövqeyində dayanırdı və hakim təbəqələrin, şahların ünvanına kəskin, tənqidi fikirlər səsləndirməkdən heç vaxt çəkinmirdi. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli Azərbaycan Ədəbiyyatı adlı fundamental əsərində Nəvai haqqında yazırdı ki, Əlişir Nəvai hicrətin 9-cu əsrinin axırlarında yetişən Cığatay Türk və Əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən Cığatay türklərindən isə
Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdi və onlara Nəvainin artıq dərəcədə təsiri olubdu. Buna da ümdə səbəb onun Təbi Lətifindən törəyən Asar-ı Nəfisə və Əş'ar-ı Məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə riştə-i nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəcihdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoş məzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün Zil Lisanin ləqəbi ilə müləqtəb olmuşdur deyə Firidun bəy Köçərli özünün Azərbaycan Ədəbiyyatı adlı tədqiqatında onun barəsində göründüyü kimi kifayət qədər yüksək fikirlərini səsləndirmiş və onun yaradıcılığının, ümumiyyətlə sənətkar mövqeyinin ən müxtəlif tərəflərinə detallı bir şəkildə aydınlıq gətirmişdi. Nəvai yaradıcılığına Xəmsə ilə başlasa da, Xəmsəyə daxil edilən poemaların içərisində Fərhad və Şirin başlıca yer tuturdu və məzmun və sənətkarlıq baxımından daha demək olar ki, diqqət çəkəni idi. Əsərin qəhrəmanı da Fərhaddır və şair bütün arzularını onun mübarizəsində əks etdirməyə xüsusi ustalıqla nail olmuşdu. O da bəllidir ki, Fərhad surətinin ədəbiyyatda təsviri Nəvai yaradıcılığı ilə başlamırdı. Belə ki, hələ 3 əsr əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvi Xosrov və Şirin əsərində qəhrəman olaraq Xosrova qarşı duran əməkçi insan obrazı kimi məhz Fərhadı seçmişdi və daha sonra Əmir Xosrov Dəhləvi, Arif Ərdəbili, Marağalı Əşrəf kimi sənətkarlar dəfələrlə bu surətə öz əsərlərində müraciət etmişlər və ələxüsus da 14-cü əsrdə yaşamış Azərbaycan şairi Nizami ənənələrini öz yaradıcılığında böyük vüsətlə davam etdirmiş Arif Ərdəbili Fərhadnamə poemasında Fərhadın misilsiz sənətkar kimi təsvirinə yəni geniş yer ayırmışdı. Yəni Arif Ərdəbilinin Fərhadnaməsində demək olar ki, başlıca surət olaraq Fərhad seçilmişdi. Bununla belə Nəvai Fərhad surətini əsərin qəhrəmanı seçməklə digər sələflərindən fərqli bir mövqedə dayanaraq öz fikirlərini bütünlüklə əks etdirmək üçün geniş imkanlar yaradırdı. Nizaminin əsərlərində əməkçi insanlar içindən seçilib sadəcə daşyonan kimi canlandırdığı Fərhad ikinci dərəcəli bir surətidir. Bildiyimiz kimi Fərhad əsərdə çox da görsənmirdi Xosrov və Şirində. Ancaq qısa müddətli tanışlıqlarda da Fərhad surəti yaddaşlarda əbədiləşə bilirdi. Nəvai Fərhadı bir şəhzadə kimi göstərsə də, onu şəhzadələrə xas cəhətlərdən daha çox öz arzularını ifadə edən ideal bir insan kimi canlandırmışdı və yaratdığı bu obrazda şair bütün müsbət xüsusiyyətləri cəmləşdirə bilmişdi. Nəvai öz qəhrəmanının döyüş səhnələrini təsvir edəndə, onu ox atmaq, qılınc vurmaq məharətini bədii dillə canlandırarkən çox sevinirdi və bu cəsarətli, qüvvətli qəhrəman həm də böyük məhəbbətlə sevilən, sədaqətli, olduqca fədakar bir aşıq idi sənətkarın təqdimində və şəxsiyyətindəki misilsiz qüdrət və əzəmətə baxmayaraq Fərhad hədsiz dərəcədə sadəlövh və insanpərvər idi. Məhz həmin sadəliyi ucbatından da o bir hiləgər önündə məğlubiyyətə düçar olur. Və yeri gəlmişkən Fərhad və Şirin əsərinin fəlsəfi mənası da olduqca dərindir. Əsərdə Fərhad surəti həqiqi insan timsalıdır. İnsan bütün varlığın əşrəfi, hökmdarı kimi doğulmuşdur və onda tükənməz enerji, sonsuz bir maraq, dərin məhəbbət, bacarıq və qüvvət, qüdrət vardır. Və Nəvainin digər qəhrəmanı Şirin hünərini seyr etdiyi Fərhadı sevəndən sonra ona məhəbbətini qoruyur və böyük bir ölkənin hökmdarı olan Xosrovun məhəbbətini rədd edir. Var dövləti, şan şöhrəti yox, həqiqi məhəbbəti üstün tutub
bu məhəbbət uğrunda da həlak olur. Və beləliklə sənətkar Şirinin daxili istirablarını bacarıqla təsvir edərək, onun xarici gözəlliyi ilə o mənəvi yüksəkliyini demək olar ki, bərabər bir səviyyədə göstərməyi bacarmışdı. Fərhad və Şirin əsərinin sonluğundakı nəsihət bəhsində də bu çox maraqlı bir nüansdır. Nəvai təkcə Şəhzadəyə deyil, bütün bir gəncliyə üz tutur, onları elm və marifə səsləyir və zəmanəsinin çeşidli elmlərindən söz açan demək olar ki, şair tarixdən ibrət götürməyi gərəkli hesab edir və onu da deyir ki, günəş olmaq üçün kəsb kəmal et, təlim görməkdən, öyrənməkdən yorulma. Və Nəvai öz misralarında da bu fikrini ümumiləşdirərək deyirdi ki, hər kim ki təlimdən məlamət tapar, alimlər yanında xəcalət tapar. Bilik qazanmaqda qane olma sən, öyrəndikcə oxu, yenə də öyrən. Onun əsərlərində hər bir hadisəni biz sənətkarın fərqli başlıq altında verdiyini də sezirik və onları çox maraqlı bir tərəfdir ki, klassik üsluba xas olan bəhs edəcəyi hadisəyə uyğun bədii ifadələrlə başlayırdı şair və hər hansı bir əhvalatı söyləyəndən sonra bəhsi məhz saqiyə, klassik ədəbiyyatın ənənələrinə uyğun olaraq müraciətlə yekunlaşdırırdı. Nəvaiyə qədər poema qələmə alan şairlər hər bəhsi saqiyə müraciətlə başladıqları zaman bəhsin başlıca ruhunu o saqinamədə əks etdirirdilər. Nəvai amma həmin müraciəti hər bəhsin sonluğuna gətirməklə sanki bəhsləri bir-biri ilə ustalıqla əlaqələndirməyə çalışmışdı və buna təbiidir ki, bir sənətkar olaraq məharətlə nail olmuşdu. Fərhad və Şirin əsərində təbiət təsvirləri də diqqəti cəlb edir. Orada sənətkar səhərin açılmasını, günəşin doğmasını, yazda təbiətin oyanmasını və bütün fəsilləri məharətlə canlandırır və şair məxsusi olaraq səhərin və axşamın təsvirinə yer ayırırdı. Onun belə bir əsəri var, Səbi Səyyar, 7 səyyarə poeması da məhz Nizami mövzularında yazdığı əsərlərindəndir. 1484-cü ildə tamamlanmış əsər Nizaminin məşhur 7 gözəl Həft Peykər poeması mövzusunda yazılmış olsa da, amma burada sujeti ayrıca bir xətt üzrə sənətkar inkişaf etdirir və həm Nizami əsəri, həm də Nəvai poeması qeyd edim ki, ortaq hədəfləri o idi ki, müqəddiməsində Nizamidən də bəhs edir, onun yaradıcı qüdrətini alqışlayır və poemada Bəhramı qəhrəman kimi təsvir edir. Və əsərin müqəddiməsində də Nizami Həft Peykərin qısa məzmununu verərək sonra öz hekayəsinə keçirdi. Yəni Nizami bütün poemalarında öz qəhrəmanının anadan olduğu gündən, əgər yəni mənə elə gəlir ki, hər kəs xatırlayır bunu, anadan olduğu gündən ölənə qədərki həyatını təsvir edirdisə, yəni bu təbiidir ki, nəzərə çarpan bir cəhətdə onun yaradıcılıq üslubunda və Nəvai maraqlıdır ki, onun şahlıq dövründən başlayırdı. Məsələn, Nizamidə nağılları qızlar söyləyirdisə, misal üçün 7 gözəldə, Nəvaidə bunu səyyahlar ifadə edirdi. Nizami nağılları Azərbaycan həyatından alınmışdı. Nəvai nağılları təbiidir ki, özbək həyatından götürülmüşdü və orijinal sujetli novellalar təsiri bağışlayırdı. Və hər iki sənətkarın əsərindəki nağıllarda təbiidir ki, cəsarət, mərdlik, sədaqət, bu kimi yüksək keyfiyyətlər, bəşəri cəhətlər öz bədii ifadəsini tapmışdı. Və təqdirə layiq haldır ki, Əlişir Nəvai özbəkcə yazdığı xəmsəsi ilə Türk ədəbi bədii fikir tarixində özünü qabarıq göstərən bir ənənəni daha da genişləndirmiş oldu və şairin öz sələfləri, xüsusilə də Nizami sənəti haqqındakı mülahizələri, belə demək mümkündürsə,
ölməz sənətkarı, türk şairləri, eləcə də şeir sənət aşiqlərinə daha da yaxından tanıtmaqla ona olan o xalq məhəbbətini daha da gücləndirdi və türk şairləri ənənə əsasında qələmə aldıqları əsərlərində zəmanə, türk xalqlarının taleyi ilə bağlı mövzular qələmə almaqla öz orijinal istiqamətləri ilə fərqlənməyə başladılar. Və bu hal türk xalqlarının şifahi ədəbiyyatına da öz təsirini göstərdi. Əlişir Nəvai ölməz əsərləri ilə şərq ədəbi fikrinin zənginləşməsinə, onun mənəvi cəhətdən yüksək səviyyəyə çatmasına bildiyimiz kimi müstəsna təsir göstərmişdi və türk ədəbiyyatı nizami əsərləri ilə yanaşı Nəvai sənətinin də icazkar xüsusiyyətləri ilə daha da zənginləşdirmişdi və ümumiləşmiş olaraq belə demək mümkündür. Və yekun olaraq qeyd etdim ki, xalq yaradıcılığı ilə bağlı türk sənətkarları bugün də məhz xalq ədəbiyyatına söykənməklə, nizami və Nəvai ənənələrindən bəhrələnməklə maraqlı sənət əsərlərini yaradırlar. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun Səbah xanım, biz təşəkkür edirik. Çox maraqlı, ətraflı məruzə alındı. Ümid edirik ki, bu kimi tədbirlərdə sizinlə görüşümüz davamlı olar. Çox sağ olun. Sağ olun. Bizim növbəti Rəfa, icazə Sağ olun. versəydiniz, zəhmət olmasa, xoş gördük, mənə salamlayıram. Səbah müəllimə sizə Buyurun. təşəkkür bildirirəm. Maraqlı və yüksək Sağ olun. peşəkarlıqla məzmunlu, elmi səviyyədə təqdim olunan məruzənizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun. Sizin fikirləriniz elmi düşüncənin inkişafına, eyni zamanda bugünkü mövzunun daha da dərindən aydınlıq gətirilməsinə, təhlilinə və anlaşılmasına belə deyərdim, mühüm töhfə oldu. Sizə elmi fəaliyyətinizdə uğurlar diləyirəm və Universitetin Ədəbiyyat Kafedrasının başda dekan Səbah müəllim olmaqla müəllim heyətinə xüsusi təşəkkür bildirirəm ki, nə zaman Səbah müəlliməyə müraciət eləsək, bizə hər Sağ zaman olun. dəstək oldu. Çox sağ ol Aynur, təşəkkür edirik. Növbəti məruzəçimiz Çin Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Muazzam Dadaxanova. Muazzam xanım, buyurun. Salam, hurmatli tashkilotchilar va konferens ishtirokchilari. Sizinle bu ilmi tadbirda görüşmekten ve fikir mübadelesi yaparmaktan memnunam. Konferensin işine uğurlar arzulayıram. İcazenizle Nizami ve Navai yaratıcılığında kadın ideal ve real obrazı mavzusunda ma'ruzamı başlayıram. Buyurun. Ozarbayjonning buyuk ma'rifatparvar daho shoiri, hamsachilik an'anasi asoschisi, Nizomiy Ganjaviy hamda turk tilining o'lgan jasadiga masih nafasi bilan ruh kiydirgan Mir Alisher Navoiy nafaqat Sharq mumtoz adabiyotiga, balki butun jahon adabiyotiga ulkan hissa qo'shgan buyuk shaxslar hisoblanadi. Panjganj va Hamsa tarkibidagi dostonlarni inson obrazi birlashtirganidek, ayolning oila va jamiyatdagi o'rni, uni ulug'lash g'oyasi ham o'zaro mushtaraklik kasb etadi. Ta'kidlash joizki, ayol timsolining deyarli barcha qirralari Nizomiy va Navoiy dostonlarida o'z ifodasini topgan. Xususan, ayrim ayol obrazlari ojiza bo'lsa, boshqalari erkaklar bilan bir xil darajada tura oladigan va hatto ba'zi hollarda erkaklarga qaraganda jur'atliroq, uzoqni ko'ra biladigan, oqila va har bir davrdagi ayollar uchun ibrat bo'la oladigan obrazlar hisoblanadi. Masalan, oshiq, ma'shuqa, raqibdan iborat uchlik obrazlar markazida turuvchi Layla, Shirin, shuningdek Sabbiy sayyor dostonidagi Ahiyning rafiqasi hamda Mehr kabi timsollar o'z muhabbati uchun har ishga tayyor, lekin ojiz qizlar ramzi deb baholanishi mumkin. Jumladan, Layla ibn Salomga, Ahiyning rafiqasi esa Farruxga nikohlanadi. Biroq bu ayolning ojizligi, itoatkorligi belgisi bo'lib, u yaqinlari ra'yiga qarshi chiqa olmasligining dalilidir.
Bunda ham ayollarga xos sharqona odob, erksizlik oldida chorasizlik yashiringan. Sirav, Shirin va Farhod uchligida bo'lsa, Shirin 4-shaxs, ya'ni Sheruya obrazi paydo bo'lgach, o'z muhabbati uchun joniga qasd qiladi. Aslida Shirin Xisravning saltanatini xiyonatkor o'g'lidan tortib olishi mumkin edi. Lekin u chorasiz ayol sifatida ish tutadi. Ehtimol bu orqali Hindistondagi bir asrdan beri saqlanib kelayotgan an'anaga ishora qilingandir. Bir vaqtlar xotinlar vafot etgan erlari bilan birga yondirilar edi va bu muqaddas hisoblangan. Jumladan, Xitoyning birinchi imperatori ham vafot etgandan so'ng 70 ming yaqin odami bilan birga ko'miladi. Vaholanki jang avjiga chiqqan palla edi. Shunga ko'ra aytish mumkinki, hamsanavislar ayollarga nisbatan zo'ravonlikka chek qo'yilishi g'oyasini tarannum qiladi. Shu ma'noda Nizomiy Ganjaviy ayolning jamiyatdagi o'rni qanday bo'lishini ming yillar oldin ko'rgan va yozgan deb aytishimiz mumkin. Nizomiy Panjganjida podshohlarga xatolarini ko'rsatgan, ularni haqiqat bilan yuzma-yuz qilgan adabiy qahramonlar asosan aqlli turk ayollari bo'lgan. Beva ayol Sulton Sanjarga, Shirin Xisravga, Fitna Bahromga, Nushoba Aleksandraga o'z aqli bilan, asosda esa Zolizar Shohg'oziyni, Nafalning qizi Qaysni, Chin Xoqoni tuhfa etgan Kaniz jasorati bilan lol qoldiradi. Nizomiy qahramonlardan bo'lmish Fitna Alisher Navoiy qahramoni sifatida Dilorom ismi bilan tilga olinar ekan, ikki dostonda ham sadoqat va jur'at, sabr, matonat timsoli sifatida tasvirlanadi. U Bahrom shohini adolatli bo'lishga, behuda qon to'kmaslikka undaydi va o'zini haq ekanligini ham isbotlaydi. Shunga qaramasdan qiz muhitga moslashishga majbur bo'ladi. Chunki ayollar uchun oilani saqlab qolish nihoyatda muhim. Fitna va Dilorom yoriga qat'iy itoat qilmaslikning oqibati salbiy natijalarga olib borishi mumkin ekanligini tushunib yetishdi. Shuning uchun ular Bahrom qanday ish qilsa uni ma'qullaydigan bo'lib qolishdi. Va natijada ularning taqdiri Bahrom bilan birga fojiali yakun topdi. Xulosa qilib aytadigan bo'lsak, Panjganj va Xamsada ayol obrazi bir qolipda tasvirlanmaydi. Dostonlarda nafaqat sadoqatli yor, balki hukmdor ayol, jang maydonidagi mohir jangchi, donishmand maslahatchi va hayot sinovlari oldida ojiz qoluvchi qizlar ham uchraydi. Shunga ko'ra, hamsanavislar ayol tabiatining murakkab va ko'p qirrali manzarasini yaratishga muvaffaq bo'lish barobarida zulm ostida ezilib yashagan ayollarning qaddini ko'tarish, qadrini oshirish, erkini himoya qilish masalasini ham ko'tarib chiqishgan edi. Bugungi kunda bu mavzu jiddiy masalaga aylanib, lingvistik genderologiya nomi bilan dunyo filologlari diqqat markazidan joy oldi. Nizomiy Ganjaviy va Alisher Navoiy orzusidagi ideal ayollarni endi real hayotda ko'ryapmiz. Shu sababdan hozirgi globallashuv jarayonida ayollar xizmatsiz taraqqiy etayotgan hech bir soha yo'q deb ishonch bilan ayta olamiz. Vaqt o'tib, ayollar o'ziga berilgan ishonchni
o'z jasorati, irodasi bilan yuqori darajada oqlamoqda. Farzand tarbiyasida ham onaning roli nihoyatda katta. Shu bois ayolga bo'lgan ehtirom bu avvalo oilaga, jamiyat kelajagiga, vatan taqdiriga bo'lgan cheksiz e'tibor ifodasidir. Hamsanavislar esa buni o'sha davrlardayoq his qilishgan edi. E'tiboringiz uchun tashakkur ederim. Çox sağ olun Muazzam xanım. Biz təşəkkür edirik məruzələriniz üçün. Biz bugün artıq tədbirimizin sonuna yaxınlaşırıq. İstər Azərbaycandan, istərsə də Özbəkistan Respublikasından qoşulan bütün dəyərli məruzəçilərimizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. İnşallah yeni tədbirlərdə görüşənə qədər. Çox sağ olun. İnşallah. Təşəkkür ederim. Sağ olun. Sağ olun.